Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə semantik etiketlər haqqında danışacağıq. Yəni məntiq etiketləri deyə bilərik buna. Bir məna kəsb edən etiketlərdir bunlar. Və təbii ki, bunlardan başqaları da var. Məntiq etiketlərində, yəni semantik etiketlər deyəcəm. Bunlardan fərqliləri də var. Onlara da baxacağıq W3 School üzərindən və ümumilikdə mən bunları sizə izah edəcəm. Burada qeyd etdiklərimi sizə izah etmiş olacağam. İlk öncə folder strukturumuza baxdığımız zaman, baxın, burada deməli semantik elementlər dərsi altında, folder altında bir dənə də image folderimiz var. Ona da indi buradan baxaq. Baxın, yəni belədir. Dərs strukturumuz belədir. Burada daxil oluruq bura. Image var, bir də index.html var. Bura daxil olanda bizim şəkil hissəmiz burdadır. Aydındır? Folder strukturumuz belədir. İndi buradan biz həmən şəkili aça bilərik. Baxın, baxdığımız zaman Ctrl-B eləyib sol tərəfi də bağlayıram. Bu burada qalsın şəkil. Burada index.html səhifəmizdir. İlk öncə gəlin buradan baxaq, daha sonra W3 School üzərindən də mən sizə bunu izah etmiş olacağam. Baxın, belə bir şəkil gəldi bizim üçün. İndi mən burada qələmə keçirəm. Baxın, bu bizim düşünün ki HTML səhifəmizdir. Bax, bu qırmızı ilə işarələdiyim yer düşünün ki bizim HTML səhifəmizdir. Buranı biz müəyyən hissələrə bölə bilirik. Məntiqi olaraq hissələrə bölə bilirik. İlk öncə ən yuxarıda hissə ayırarıq. Məsələn, bu top bar da adlandırılır bu. Örneğin başlıq hissəsi olar. Ümumi səhifədə istifadəsini göstərirəm, sonra iç hissə istifadələrini də deyəcəm sizə. Başlıq hissəni header təqi altında yazmaq olar. Baxın, biz div keçdik sizinlə, span keçdik, elə deyil. Həmən elementlər də müəyyən bir yeri işarələyə bilir. Yəni biz burada qeyd etdiklərimin yerinə div də istifadə edə bilərik yalnız və ya span da bəzilərində istifadə eləmək olar. Amma məsələ odur ki, məntiqi olaraq bunların anlaşılır olması üçün həm developerlər üçün, proqramçılar üçün, həm də Google, belə deyək də, Google deməyib, brauzerlərin oxuma robotları tərəfindən başa düşülən olması üçün məntiq etiketləri ilə, elementləri ilə, təqləri ilə də deyə bilərsiniz. Yəni semantik etiketlərlə səhifəni bölmək daha yaxşıdır, daha düzgün struktur deməkdir. İndi burada da biz baxanda başlıq hissəni, yəni ümumi veb-sayt olaraq baxaq, məqalə olaraq da baxmaq olar. Normalda bütün örnəklər məqalə üzərindən gedir. Amma veb-sayt üzərindən deyirəm. Həmən veb-saytın bir başlıq hissəsi ola bilər, navigation hissəsi ola bilər, yəni menü hissəsi ola bilər. Daha sonra aside hissəsi ola bilər. Göstərəcəm onların nə olduğunu. Örneğin, məsələn, ekranın sağında, solunda müəyyən bir bölmə olur. Tutalım, bu da sizə maraqlı gələ bilər kimisindən bir bölmələr və yaxud da ki, reklam hissəsi ola bilər. Bunları aside olaraq baxmaq olar. Daha sonra main var. Bax, burada göstərilməyib main, amma bu şəkildə baxsaz göstərilibdir. Main içərisində də article və iki dənə article istifadə edib biz sectiondan da istifadə edə bilərik. Sectionlar, baxın, müəyyən bir məna verən hissə içərisində bölmə deməkdir. Baxın, sectionları belə başa düşmək lazımdır. Sektor olaraq, section olaraq başa düşmək lazımdır. Amma article'lar isə özü bir məna verən hissədir. Məsələn, main içərisində, örnək olaraq deyirəm, main yazmışıq, main tagini yazmışıq. Bu main tagi içərisində bir dənə article yazdığımız zaman o article özü də bir məna verən hissə olur. Məsələn, məqalədən örnək versək, məqalənin başlıq hissəsi var, elə deyil. Navigation, məsələn, kitabdan gəlin örnək verək. Header hissəyə deyə bilərik ki, ilk giriş hissə, kitabın üz qabığı hissəsi deyə bilərik. Navigationu deyə bilərik, məsələn, kitabın mündərizatı, elə deyil, oradan axtara bilər də, navigation ora deyə bilərik biz. Sectionlar, məsələn, kitab içərisində fəsillər və s. müəyyən bir bölmələrdir, elə deyil, bölmələr olaraq baxmaq olar. Article'lar isə əlavə bir məqalə kimi baxmaq olar, adından da göründüyü kimi. Yəni əlavə bir məna verən hissədir. Hə, article'lar özləri də sectionlara bölünə bilər və yaxud da ki, müəyyən sectionlar içərisində də article'lar yaza bilərik biz. Bu təqləri iç hissə də istifadə etmək mümkündür. Bu da mümkündür. Aside dedik ki, baxın, elə burada görsəndiyi kimi yuxarı hissə, aside sağ və ya solda olan, məsələn, burada sağda navigation yazılıbdır, fərqli-fərqli menyular, yəni bu da mümkündür. Məsələn, bəzi saytlar var ki, veb saytlar var ki, menyu hissəsi soldadır, sağdadır. Aside içərisində nav da yazmaq olar bu zaman. Bu da mümkündür. Bir də footer hissəsi var. Footerda veb saytların ən aşağı hissəsi nəzərdə tutulur. Onu da biz footer içərisində yaza bilərik. Bu təqin içərisində yaza bilərik. Yəni nəticədə biz bu etiketlərlə, elementlərlə, təqlərlə nə edirik? Web səhifəmizi məntiqi olaraq hissələrə bölürük, parçalara bölürük. Aydındır? Bunu başa düşmək lazımdır. Bir də bunu yadınızda saxlayın ki, hər bir HTML sənədində main təqi bir dəfə istifadə oluna bilər yalnız. Məsələn, header təqi açdıq, onun altında nav açdıq, ondan aşağıda bir dənə main açdıq, gəlib da bir dənə də aşağıda main aça bilmərik. Yəni main təqi bir dənə olacaq. Aydındır?
Bu belə. İndi gəlin veb sayt üzərindən baxaq. Bu şəkil üzərindən izahıdır. Gəlin bura keçək, səhifəmizə keçək. Bu index.html səhifəmizdir. Məsələn, bura semantik elementlər in HTML. Belə bir şey yazsaq əgər, axtarış etsəz, burada baxın aşağı gəlin, W3 School hissəsi gələcək. Bura klik etsəz, belə bir səhifəyə gətirəcək sizi. İndi bunu da biraz sol tərəfə gətirim. Belə bir səhifəyə gətirmiş olacaq. Burada deməli bunlar haqqında danışır, nə olduğu haqqında. Məsələn, bax div-lə spanı biz öncəki dərsdə keçdik. Deyir ki, bu semantik bir əhəmiyyəti yoxdur bu div-lə spanın. Yəni bir məna kəsb eləmir. Nə brauzerlər tərəfindən, nə developerlər tərəfindən. Amma məna etiketlərində məsələn image-dir, table-dır, article-dır, bunları keçmişik. Article keçməmişik. Image-dir, table-dır, bunları keçmişik. Elə deyil. Və bunlara əlavələr də var. Baxın, burada qeyd olunubdur. Bunlardan bəzilərinin HTML5 özəlliklərində də keçəcəyik. Bəzilərinin bunları isə bu dərsimizdə yəni başa düşməyə çalışacağıq. Bax, burada da bölübdür. Örneğin bu veb sayt üzərindən örnek versəm, baxın, bu hissəyə biz W3 School o formada yazılmayıbdı, amma div olaraq baxılıbdı, amma biz belə baxa bilərik. Baxın, buna bir header kimi baxa bilərik. Bu header içərisində gəlib nav aça bilərik. Bu mümkündür. Daha sonra ondan aşağıda məsələn burada da bir nav aça bilərik. Əlbəttə ki, bu header-ı açdıqsa əgər burada, bunun öz içərisində, bu header içərisində məsələn div açarıq. Bu bir div olar, bu da bir div olar. Və bunu da etmək olar. Aydındır? Və bu divlər içərisində təbii ki, bunları yazarıq. Daha sonra bura baxdığımız zaman bura main kimi baxmaq olar. Bax, ana axış burdadır. Elə deyil? Bura main kimi baxmaq olar. Bura aside olaraq baxmaq olar. Reklam hissəsidir. Baxın, reklam hissəsi yuxarıdan aşağıya gedər. Burada aside içərisində nav kimi baxmaq olar. Aside yazarıq və içərisində nav yazarıq. Məsələn, alarla, yəni linklərlə və s. nə ilənsə bu deməli məlumatları qeyd eləyə bilərik. Aydındır? Daha sonra məsələn sectionlar olaraq baxsaq əgər, örneğin biz baxın buna gəlib baxın bu səhifəyə dedik ki, main kimi baxa bilərik, elə deyil? Bu main içərisində, bu maindir, elə deyil? Main içərisində düşünün ki, bu başlıq altında gəlibdir. Bu article-dır düşünün, elə deyil? HTML semantik elementlər haqqında danışırıq. Onun öz içərisində də bölmələri var. Baxın aşağı gəldiyimiz zaman indi ekran tam yerləşmir, ona görə göstərə bilmirəm də qələmlə. Baxın, burada yazılıb ki, section haqqında danışıb, elə deyil? Bu bir bölmədir sanki. Baxın, bu bir bölmədir. Belə baxmaq olar article içərisində. Və yaxud da ki, məsələn buna header kimi də baxmaq olar. Yəni bu da mümkündür. Article-ın başlığı, yəni bura daha doğrusu baxın, buna article kimi baxsaq, bu main-idir dedik, elə deyil? Main içərisində buna article olaraq baxsaq əgər, bu article-ın başlıq header hissəsi buradır deyə bilərik. Aydındır? Bunun içərisində məsələn bu bölmədir deyə bilərik. Bu nə bilim başlıqdır deyə bilərik bu formada. Baxın indi fikir verin. Burada section yazılıbdı. Bunun haqqında kod örnəyi göstərilibdi. Baxacağıq ona da. Daha sonra gəlir burada da baxın article-dır. Kod örnəyi göstərilib onun haqqında. Daha sonra aşağı gəlirik. Burada da başlıqdır. Kod örnəyi göstərilib onun haqqında. Fikir versiniz, bölmələrə bölünübdür. Deməli biz ümumi bu səhifəyə main kimi baxsaq, bu hissəyə article deyə bilərik. Həmin bu hissələrə ayrılan hissələr ki var. Baxın, yerlər ki var. Məsələn, article haqqında danışılıbdı qeyd etdiyim kimi. Daha sonra aşağıda digər header haqqında danışılıb. Bunlara isə sectionlar olaraq baxa bilərik. Aydındır? Bölmələr olaraq baxa bilərik biz. Bu formada baxın, HTML səhifələrimizi biz məntiqi olaraq bölüşdürə bilərik. İndi gəlin məsələn burada baxaq kod örnəyinə. Burada gəlin sizdə article ilə bağlı örnək verin. Məsələn, try yourself desə əgər, baxın bura keçirik. Kontroldan bastım ki, növbəti bir deməli tabda açılsın. Burada baxa bilərik kod örnəyinə. Fikir verin. Deyir ki, burada article yazılıb göstərir bizə. H2 yazılıb, onun içərisində bu kodları dəyişə bilərsiniz buradan. Daha sonra run eləsəz əgər, məsələn, belə olanda run eləsəz, bura dəyişiklik düşəcək. Article yazılıbdı, içərisində H2 yazılıbdı və ekranda da onu görürsünüz də təbii ki. İçərisində P yazılıb, article bağlanıbdı. Fikir verin. Daha sonra article yazılıbdı yenə. H2 P yazılıb bağlanıb. Biz bu article yerinə div də yaza bilərik. Amma məna kəsb etməsi üçün article, section, aside, nav, header bunlardan istifadə etmək daha yaxşıdır. Aydındır? Footer hissəsi isə gəlin bu səhifədə göstərim elə. Baxın, ən aşağıya gəlirəm. Footer hissəsi, baxın, bu qara hissədir, fikir verin. Ən aşağı hissə olur. Buranı biz footer olaraq adlandıra bilərik. Bəli, bu footer içərisində də, baxın, bu footerdur, elə deyil. Düşünün ki, bura bir footerdur. Bunun içərisində də bunları, məsələn, bunu bir div olaraq ayıra bilərik. Bunu bir div olaraq ayıra bilərik. Bunu da, məsələn, bunu da bu formada ayıra bilərik. Bunların hər birini, bax, bunları da bir div olaraq ayıra bilərik və eyni zamanda bunları bir dənə burada divə atarıq. Bunu da bir dənə divə atarıq ki, CSS ilə deməli, dizayn etdiyimiz zaman daha rahat olsun. Baxın, burada fikir verin. Bu örnəyə baxaq bir dənə.
Düşünün ki, bu bir divdir. Yaxşı çəkmədim. Baxın, düşünün ki, bu bir divdir. Bunun içərisində bir dənə də div açmışıq. Baxın, bir dənə də div açmışıq. Həmin divlər içərisində bunu divdə yazsaq da olar, yazmasaq da olar. Müstəqil element kimi də yazmaq olar. Mən div içərisində deyirəm, lap yazaq. Bunu da div olaraq yazmışıq, bunu da div olaraq yazmışıq və bu da ayrı divdir. Fikir verin. İndi biz CSS ilə bunu düzəltdiyimiz zaman bu ümumi karta, ümumi divə baxacağıq nə kimi? İçərisində 2 dənə div olan kimi. İndi bu divə də özəl baxa biləcəyik. Baxın, bu yellow-da. Baxın, buna da özəl baxa biləcəyik. Bu da özlüyündə bir divdir. İçərisində 2 dənə element var. Onları yan-yana yazsın və ya alt-alta yazsın deyə bilərik. Amma buna isə, məsələn, bunu bu rəngdə eləyək. Buna isə bir div olaraq baxacağıq və bunun da içərisində bir sarı var, div var burada, bir də bu qırmızı div var. Bunu da deyərik ki, alt-alta düzülsün. Aydındır? Yəni bu formada bölüşdürüb CSS ilə rahat dizayn verə bilirik biz. İşimizi rahatlaşdırırıq. Və yaxud da ki, bura baxdığımız zaman, gəlin bura baxaq. Örneğin buna bir div olaraq baxa bilərik. Bunun içərisində bir dənə də div olar. Burada logo hissəsi olar. Baxın, logo hissəsidir. Burada da məsələn H neçədəsə, P-dəsə nəsə yazı yazılar. Fikir verin, böldük artıq. Bu da bir div olar. Aydındır? Bu divlə buradakı bu iki dənənin konteyner divi eyni səviyyəli divlər sayılır. Bu çöl divi isə ən böyük divdir də bunların içərisində. Aydındır? CSS ilə bu düzəltmələri eləyə biləcəyik biz. Bu çox rahatlaşdıracaq sizin işinizi. Aydındır? Amma ümumilikdə bura, məsələn, deməli, footer olaraq baxa bilərik dedik. Baxın, footer olaraq baxarıq bura. Bu formada. Daha sonra burada bir div olaraq nə kimi baxa bilərik. Burada məsələn iconlar hissəsinə ayrı baxa bilərik. Buna da div olaraq baxa bilərik. Burada buna da div olaraq baxarıq. İçərisində P ilə açıqlama mətni yazarıq və təbii ki, bu divin içərisində də bölüşdürmə edə bilərik. Bu da ayrı bir etiketlə yazılıb burada. Fikir verirsiniz, hər birin belə deyək də məna olaraq bölüşdürməyi bacarmalıyıq. Okay. İndi semantik etiketlərə qayıtdığımız zaman biz bildik ki, səhifəni bu etiketlərlə daha düzgün bölüşdürə bilirik. İndi mən kod örnəkləri də yazacağam bir sonraki dərsdə, amma daha yaxşı başa düşmək üçün biz CSS keçdiyimiz zaman bunu yazanda daha yaxşı başa düşəcəksiniz. Niyə görə? Çünki orada CSS-lə dizaynı da verəcəyik. Mən istədiyim yerlərə bu belə deyək də etiketləri istədiyim yerdə saxlaya biləcəm, konumlandıra biləcəm, türklər demiş. Və həmən zaman siz artıq bunun mənasını daha yaxşı görəcəksiniz. Təbii ki, SEO tərəf və s. bu axtarış sistemlərinin tərəfindən veb saytın önünə çıxması, bu kimi halları da izah eləyəcəm sizə. Bir sonraki dərslərdə izah eləyəcəm. SEO dərsləri, meta təqləri və s. haqqında da danışdığım zaman. Amma ümumilikdə semantik etiketləri, elementləri, təqləri bu formada başa düşmək lazımdır. Yəni veb saytımızı məna kəsb edən hissələrə ayırmaq üçün istifadə olunur bunlar. Qeyd etdiyim kimi buradakılar haqqında bu dərsimdə məlumat verdim sizə. Yəni header nə üçündür, nav, section, article, aside, footer nə üçündür. Burada digərləri də var, figur və s. var. Onlar haqqında da HTML5-də gələn yeniliklər haqqında danışdığımız zaman daha ətraflı məlumat verməyə çalışacağam. Aydındır, əsas bunları başa düşməkdir. Araşdıra bilərsiniz, təbii ki, bunları da araşdıra bilərsiniz. Time nədir, mark nədir və s. Bunlar haqqında araşdırma etmək mümkündür. Və son olaraq deyim ki, bunları iç-içə yazmaq mümkündür, amma məna olaraq bir-birinə belə deyək də əks olmamalıdır. Məsələn, biz nav içərisində gedib aside yazmağımız çox da düzgün olmaz. Amma header içərisində nav yaza bilərik. Aydındır, bu mümkündür məsələn. Və ya footer içərisində nav qismən mümkündür, amma header məsələn tam olaraq araşdırmaq lazımdır. Mümkündür, yoxsa mümkün deyil kimi buna baxmaq lazımdır. Aydındır, məsələn, gəlin main-i aside içərisində yazmaq, section içərisində yazmaq düzgün deyil. Amma main içərisində article yaza bilərik, article içərisində section da yazmaq olar. Və yaxud da ki, main içərisində section yazarıq, section içərisində article yazmaq mümkündür. Aydındır? Bunlar yəni mümkün olan şeylərdir və təbii ki, praktika etdikcə siz öyrəşmiş olacaqsınız. Əsas odur ki, bunların mənasını başa düşək, nə üçün istifadə olunduğunu bilək, lazım olan layihələrdə istifadə edə biləcəksiniz artıq. Bu dərsimizdə deməli semantik etiketlər haqqında danışdıq. Ümid edirəm faydalı dərs oldu. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq və ya praktika edə bilərik. Növbəti dərsdə görüşək.